Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əcnəbi tələbələrdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin dəvəti ilə Gəncə şəhərinə səfər edib. Səfərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Heydər Əliyev adına beynəlxalq təhsil qrantı proqramı çərçivəsində təhsil alan 20 ölkəni təmsil edən 20 nəfər əcnəbi tələbə iştirak edib. Proqram çərçivəsində qonaqlar ilk olaraq Gəncə Memorial kompleksini ziyarət ediblər. Burada onlara bildirilib ki, kompleks 2-ci Qarabağ müharibəsi zamanı raket hücumları nəticəsində həlak olan mülki vətəndaşların xatirəsinə ucaldılıb. Daha sonra nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində olub. Əcnəbi tələbələr universitetin tədris mühiti, maddi-texniki bazası və elmi tədqiqat imkanları ilə tanış olublar. Qonaqlarla görüşən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, universitetin beynəlxalq əməkdaşlığa, akademik mübadiləyə və mədəni müxtəlifliyə xüsusi önəm verdiyini vurğulayıb. Görüşdə əcnəbi tələbələrin region universitetləri ilə tanışlığının əhəmiyyəti, onların akademik və sosial inteqrasiyası, eləcə də ali təhsil müəssisələri arasında beynəlmiləlləşmə istiqamətində əməkdaşlıq imkanları müzakirə olunub.